Süd vəzi xərçəngi nədir? Hansı növləri var? Nə kimi əlamətlərlə özünü biruzə verir? Müalicəsi necə aparılır? Ege Hospitalın onkoloqu doktor Pərvanə Rüstəmova danışacaq. Xəstələr elə düşünür ki, mən bir onkoloji diaqnozla mübarizə apardım, artıq mənim üçün həyat bitib, elə deyil. Kifayət qədər xəstə sayları var ki, xərçəngdən tam qalib gəlib, xərçəng əsla sizdən güclü deyil, özünüzü qoruyun. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Mən Doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışından hər birinizi salamlayıram. Verilişimizdə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğuna baxırsınız. Ekrana yaxın əyləşin, çayınızı, kofenizi hazır eləyin. Maraqlı bir mövzudan danışacağıq, maarifləndirilməsi lazım olan bir mövzudan danışacağıq və istərdim ilk öncə qonağımı sizlər üçün təqdim edeyim. Bizim bugünkü qonağımız Ege Hospitalın onkoloqu Pərvanə Rüstəmovadır. Necəsiz doktor? Təşəkkür edirəm, çox sağ olun, siz yaxşı olun. Sizlə bir efirdə olanda daha yaxşı olurum. Ay, təşəkkürlər. Pozitiv başlamışıqsa, o zaman mövzunu açıqlayaq və belə deyək, ətraflı danışaq o haqda. Bugün əslində süd vəzi xərçəngindən danışacağıq, amma hər verilişdə olduğu kimi danışmayacağıq. Bu dəfə daha lokal, daha belə deyək, ətraflı izah verəcəyik, detallara enəcəyik. Süd vəzi xərçəngini ilk öncə istərdim ki, digər xərçənglərdən fərqləndirən xüsusiyyətləri nədir, ondan başlayaq. Süd vəzi xərçəngi bildiyimiz kimi daha çox qadınlarda, eyni zamanda az sayda olsa da kişilərdə rast gəlinən döş vəzindən, vəz toxumasından inkişaf edən bir xərçəng növüdür. Bütün onkoloji patologiyaların artım tendensiyası təəssüf ki, süd vəzi xərçəngində də görülür və ötdüyümüz ildə süd vəzi xərçəngi say etibarilə dünya statistikasında ağciyər xərçəngini də qabaqlayaraq birinci yerə çıxmışdı. Amma süd vəzi xərçəngində xoşbəxt bir detal var ki, sayı bu qədər çox olmağına baxmayaraq ölüm statistikasında birinci yerdə deyil. Bu çox sevindirici bir haldır və iş belə olanda biz baxırıq ki, bu süd vəzi xərçəngi çox geniş yayılıb, amma niyə, əgər həqiqətən onkoloji patologiya bu qədər qorxuludursa, niyə bəzi xəstələrdə çox yaxşı gedir, bəzilərində gedişat sürətli və aqressiv olur? Məhz o dediyiniz lokal, belə deyək, detallara enəcəyimiz nüansda bu sualın cavabı var. İndi istərdim tiplərindən danışaq biraz. Hansı tipləri var və hansılardır? Süd vəzi xərçəngi anlayışı, artıq süd vəzi xərçəngi diaqnozu vəz toxumasındakı törəmədən götürülmüş biopsiya əsasında patohistoloji diaqnozla təsdiq olunandan sonra bu xəstəliyin bir də digər bir xüsusiyyətləri var. O xüsusiyyətləri biz immunohistokimyəvi analizlə görə bilirik. İmmunohistokimyəvi analiz raporunda minimal 4 parametr bizə bu tiplər haqqında informasiya verir. Birinci olaraq estrogen və progesteron hormon reseptorlarının bu vəz toxumasında pozitiv və ya negativ olduğuna baxırıq. Pozitiv olduğu hal onun üzərində, yəni 100% dəyərləndirsək, 10%-dən yuxarı olan halları biz pozitiv qəbul edirik və bu hormon pozitiv süd vəzi xərçəngi tipi adlanır. Hormon pozitiv şişlərin bölünmə indeksi eyni zamanda ki 67 indeksinin rəqəminə görə, hansı ki bu da faiz etibarilə 2-dən yuxarı olanda aqressiv bir göstərici sayılır, onun üzərində olanda daha aqressiv hesab edilir və süd vəzi xərçəngi hormon pozitiv şişlərdə ki 67 indeksi aşağıdırsa, biz buna luminal A deyirik. Bu daha yaxşı sevdiyimiz bir tipdir, hansı ki müalicədə və gedişatda daha mülayim özünü göstərir. 267 indeksi yüksək olan formalara isə luminal B deyirik. Yenə də hormon pozitiv şişdən söhbət gedir. İkinci baxacağımız detal isə hər iki reseptorunun müsbət və ya mənfi olduğu şiş qrupudur. Hər reseptoru pozitiv olan şişlər target müalicəyə yaxşı cavab verdiyinə görə bir şəkildə bugün müasir tipdə əslində bizim həkimlərin ən sevdiyimiz qrupdur. Çünki bu xəstələrə verə biləcəyimiz hədəfə yönəlik bir dərman var və bu dərmanların təbii ki müxtəlif kombinasiyaları var.
Üçüncü qrupu sayacağıq artıq bu qrupdur. Dördüncü qrup isə bəhs elədiyimiz həm hormon reseptorları, həm hədəfə yönəlik target reseptorun olmadığı, üçünün də negativ olduğu və adını da buradan götürən üçlü negativ süd vəzi xərçəngi kimi tiplərə bölürük. Hələ ki, digər təbii ki, öyrənilməmiş, daha kiçik və hal-hazırda müalicəsində əlimizdə hədəf dərmanlar olmadığına görə təsnif etmədiyimiz patologiyalar da var, fərqli mutasiyalar da var, amma klinik əhəmiyyətli olan məhz bunlardır. Doktor, elə az öncə vurğuladığınız həmin o şişləri istərdim daha açıq şəkildə izah eləyək. Məsələn üçün elə dediyiniz pozitiv şişlərdən, bunların digərlərindən tam olaraq fərqi və belə deyək, müalicəsindəki tam fərqlər nədən? Düzdür, dediniz, vurğuladınız, target tipli müalicə istifadə olunur bu zaman. Bunun pasiyentdə belə deyək, sizin öz praktikanızda gördüyünüz pozitiv tərəfləri nələrdir? Her-pozitiv xəstələrdə, belə deyək, ilkin olaraq bu xəstə qrupu yanaşı hormon pozitiv və hormon mənfi də ola bilər. Hər iki halda yenə də her reseptoru pozitivdirsə biz bunu pozitiv qəbul edirik. Bugün dünyada her reseptorunun pozitivliyi immunohistokimyəvi analizlə her 3 müsbət qeyd edilirsə biz bunu müsbət sayırıq. Bir müsbət olan halları mənfi sayırıq. Bir də aralıq forma var, 2 müsbət olan hallar. Hər iki reseptoru nəticədə immunohistokimya cavab əlinizə gəldiyi zaman 2 müsbət qeyd olunursa, burada isə fiş testi ilə genetik mutasiyanın olub-olmadığına baxılaraq, yəni burada hər iki cavabı 2 alınan bütün xəstələrdə təsdiqə və ya inkara ehtiyac var. Biz bunu təsdiqlədik ki, xəstə her pozitivdir. Bundan sonra mərhələsinə baxırıq şişin. Yalnız birinci mərhələ, erkən xəstələr her pozitiv olduğu halda belə birbaşa cərrahi əməliyyata gedə bilir. Digər bütün hallarda xəstə öncə şiş kiçildici və antiher müalicənin faydalılığını ölçə biləcəyimiz neoadjuvant dediyimiz əməliyyat öncəsi kimyəvi dərman müalicəsi alır. Bu müalicəni alan xəstələrdə təbii ki, yaşına görə, kardioloji statusuna və ümumi halına görə müxtəlif kombinasiyalı müalicələr aparıla bilir. Əməliyyat öncəsi müalicədə ən son protokollar bizə 2 qat her blokadanı tövsiyə edir. Bu nə deməkdir? Əvvəllər bizim yalnız trastuzumab molekulu var idi və əməliyyatdan öncə də, sonra da biz bunu istifadə edirdik. Təbii ki, kimyoterapiya ilə paralel. Kimyoterapiyanın yanında son ədəbiyyat çalışmaları və son məqalələr göstərir ki, eyni zamanda şiş yükü yüksək olan, qoltuqaltı limfa düyünü pozitiv olan xəstələrə trastuzumab yanına pertuzumab molekulunun əlavə edilməsi, hər ikisi antiher müalicə sayılır. 2 qat dual blokada dediyimiz müalicəni alan xəstələrdə biz nəyə baxırıq? Əməliyyatdan sonraki patohistoloji materialda canlı şiş toxumasının qalın faizi azalır. Yəni tam patomorfoz almaq ehtimalımız artır. Bütün onkologiyada hədəf nədir? Müalicə ilə tam patomorfoza nail olmaq. Çünki əksər hallarda tam patomorfoz aldığımız xəstə qrupunun sağ-qalım, xəstəliksiz yaşam müddəti və ümumi yaşam müddəti artmış olur. Yəni bizim ən böyük hədəfimiz nədir? Xəstəni xəstəliksiz uzun müddət yaşada bilək. Demək ki, her pozitiv xəstədə əməliyyatdan öncə 2 qat blokada verdiyimiz halda bu xəstənin o şansını artırmış oluruq. Bundan əlavə biz ona 2 qat blokada verdik əməliyyat öncəsi. Əməliyyatdan sonra canlı şiş toxuması qaldığı halda biz bu 2 qat blokadanın daha fərqli bir müalicə üsulu, yeni nəsil bir dərman preparatı var. TDM1 belə deyək, reseptorunu blokada edən bir dərmanımız var ki, həmin dərmanla əməliyyatdan sonraki dövrü idarə etdiyimiz zaman yenə də xəstələrin sağ qalım və xəstəliksiz sağ qalım faizi artır. Bunlar çox önəmli detallardır. Bəzən xəstə deyir ki, mən gedim əməliyyat olum, sonra gəlib müalicə alaram. Onsuz da şişim kiçikdir, cərrah razıdır, məni əməliyyat edə bilər. Məhz bu immunohistokimyəvi analizdəki xüsusiyyətlər bəzən bizdən tələb edir ki, şişin
özünü necə aparacağını, yəni dərman müalicəsinə necə cavab verəcəyini ölçmək üçün əməliyyat öncəsi o neoadjuvant dediyimiz müalicəni aparaq. Çünki neoadjuvant müalicənin məntiqi də bundan ibarətdir ki, həm şişin ölçüsünü kiçildə bilir, həm də onun bioloji xüsusiyyətlərini bizim üçün daha çox açır. Yəni, mən əməliyyatdan öncə kimyoterapiya və antiher müalicə verdiyim xəstədə şiş kiçilmirsə, mən bilirəm ki, onun gələcəkdə daha aqressiv gedişatı məni gözləyir və əməliyyatdan sonra daha da əlimi gücləndirib daha yeni nəsil preparat verirəm. Amma biz bunu əməliyyatdan öncə verməsək, hansı ki, xəstənin istəyini nəzərə alsaq, birbaşa əməliyyata getsə, o zaman biz şişin bioloji xüsusiyyətini, dərmana həssaslığını öyrənə bilməyəcəyik. Təəssüf ki, biz bunu yalnız belə pasiyent üzərində görə bilirik. Hələ ki, bəzən xəstələr bizdən soruşur, doktor, məsələn, bakteriyalarda antibiotikogramma edilir. Bunu şiş toxumasında da etmək mümkündürmü? Çox təəssüf ki, hələ ki, bu üsul özünü doğrultmayıb. Çünki orqanizmin immun sisteminin və ümumilikdə necə cavab verəcəyini ölçməyin yeganə yolu xəstənin o müalicəni almağı ilandır. Yəni, her pozitiv xəstələrdə bizim... Biraz belə deyək, müalicədə yolunuza işıq salır. Bəli, çox böyük proqnozu da bir şəkildə, proqnozu da biz onunla daha yaxşı bəlli edə bilirik. Həm xəstə üçün, həm cərrah üçün, onkoloq üçün yetərincə informativ bir vasitədir. Kifayət qədər çox və antiher müalicədə bizim ən böyük riskimiz kardiotoksik olmağıdır. Ona görə də xəstələrin istər elektrokardioqramma, istər exokardioqrafiya ilə davamlı kontrolları təmin edilir. Bir də her pozitiv xəstələrin müayinə sxemində əlavə olaraq beyin metastazları riski olduğuna görə beyin kontrastlı MRT müayinə ilə ildə bir dəfə kontrol edilir. Bəzən olur, xəstələrimiz gedir, PET-CT müayinə keçir, düşünürlər ki, bu yetərlidir, başdan ayağa bütün bədəni göstərdi. Amma biz də bilirik ki, PET-CT-nin təəssüf ki, beyin toxumasında həssaslığı zəifdir. Ona görə də baxmayaraq ki, PET-CT-si var, her pozitiv xəstələrdə mütləq olaraq müayinə planına beyin MRT-si, kontrastlı MRT-ni də əlavə edirik. Məhz görə bilməyimiz üçün. Aydındır, doktor. Bəs üçlü negativ şişlərdən danışdınız az öncə. O şişlərə də biraz açıqlıq gətirək ki, bayaq az öncə vurğuladığınız her pozitiv şişlərdən fərqi nədir tam olaraq? Burada həm hormon reseptoru negativdir, həm target, hədəf reseptoru negativdir və adətən bu şişlərin 2,67 bölünmə indeksi də yüksək faizdə olur və bunların hamısını üst-üstə qoyanda düşünün də bir bədxəstəli şişdən danışırsan və bütün göstəriciləri mənfidir, üstəgəl bölünmə əmsalı yüksəkdir. Bu, böyük bir aqressivlikdən bəhs edir. Şiş toxumasının bizimlə mübarizədə bizdən daha güclü başladığını göstərir. Belə olan halda biz yenə də şişin ölçüsündən çox kiçik ölçülərdən bəhs etmirəm, 1 santimə qədər olan 6-7 millimlik, 8 millimlik törəmələr təbii ki, birinci cərrahi əməliyyat oluna bilər. Amma 1 santimetri keçən, 2 santimetrdən böyük, özəlliklə qoltuqaltı limfaları pozitiv olan üçlü negativ xərçəng xəstələri mütləq şəkildə əməliyyatdan öncə kimyəvi dərman müalicəsi almalıdır. Biz adətən necə deyirik? Əməliyyat oldu xəstə və məsələn hormon pozitiv xəstədə 3 il, 5 il, 7 il, 10 il antihormonal preparat qəbul edərək xəstəliyin təkrarlanmasının qarşısını alırıq. Və ya her pozitiv xəstədə 1 il antiher müalicəni apararaq xəstəliyin təkrarlanmasının qarşısını alırıq. Amma üçlü negativ xərçəng xəstələrində bizim bu önləyici tədbiri aparacaq bir markerimiz yoxdur. Əlimizdə elə bir üsul və bugünkü tibbin imkanları daxilində elə bir bio göstərici yoxdur ki, məhz buna bir dərman verib xəstəni bir şəkildə qoruyaq. Əlimizdəki tək güc nədir? Şişin bioloji xüsusiyyətini aydınlaşdırmaq. Şişin bioloji xüsusiyyətini biz necə aydınlaşdırırdıq? Əməliyyatdan öncə kimyəvi dərman müalicə verməklə. Yəni biz bu müalicəni verməklə xəstəliyin ya müalicəyə həssas olduğunu və verdiyimiz dərmana tam cavab verdiyini görəcəyik. Digər halda isə patahistoloji müayinədə
qalıq şiş toxuması qalırsa, bunlara daha fərqli yanaşacağıq və əməliyyatdan sonra ən azı 6 ay müddətinə qoruyucu bir dərman müalicəsi verəcəyik. Üçlü neqativ şişlərin daha fərqli bir xüsusiyyəti, daha çox gənc xanımlarda rast gəlməyi, eyni zamanda BRCA 1 və 2 genetik mutasiya daşıyan şəxslərdə daha çox olmağıdır. Yəni, bu da onun həm cərrahi əməliyyat seçimində, həm dərman seçimində bizə yeganə istiqamət göstərən bir göstəricidir, hansı ki, əlimizdə var. Biz xəstələrə bunu tövsiyə etdiyimiz və izah etdiyimiz zaman bəzən deyirlər ki, mənim nəslimdə, heç bir irsiyyətimdə xərçəng yoxdur, niyə məndən genetik test istəyirsiniz? Məhz bəzən olur ki, %65% həmin xanımlar öz nəslinin ilk xəstəsi olur zaten. Ondan öncə heç bir genetik mutasiyalar aşkar edilmir. Məhz üçlü neqativ süd vəzi xərçəngində genetik mutasiyanın öyrənilməyi bizim üçün əməliyyatdan sonraki dönəmdə də və metastazlar çıxarsa 4-cü mərhələ xəstələrdə əlavə bir PARP inhibitoru dediyimiz dərmanın istifadəsinə imkan verir. Yeni taktikalardan üçlü neqativ xərçəng həmişə bizim ən qorxduğumuz və müalicəsində ən çətinlik çəkdiyimiz xəstə qrupudur. Yeni taktikalardan şiş yükü çox yüksək olan xəstələrə kimyoterapiya ilə bərabər immunoterapiyanın əlavə edilməsi, pembrolizumab molekulunun sınaqlarda özünü çox uğurla göstərməyi yeni bir ümid oldu bu xəstələr üçün və bəzən təbii ki, maddi və digər səbəblərdən istifadə edə bilmədiyimiz durumlar var, amma bir şeyi bilirik ki, ən azından əlavə bir şansımız da yaranıb bu xəstəliklə mübarizədə. Doktor, həmişə süd vəzi xərçəngi ilə əlaqədar belə deyək, müdaxiləyə qədərki tövsiyələri eşitmişik. İstərdim müdaxilədən sonraki tövsiyələrinizdən bu buraxılışı dayandıraq. Süd vəzi xərçəngindən müalicə olmuş, cərrahi əməliyyat olmuş xanımlar hər zaman unutmasınlar ki, bir süd vəzində xəstəlik olubsa, bu ikincidə olmayacaq demək deyil. Bəzən biz onlara illik mamoqrafiyanı tövsiyə elədiyimiz zaman etiraz etmək istəyirlər. Bunu unutmasınlar. Yəni, digər süd vəzinə yönəlik kontrol müayinələri vaxtında aparsınlar. Həkimin tövsiyə elədiyi, burada çox təəssüf hissi ilə qeyd edirəm ki, bir çox xəstələrimiz olur, yanlış kontrollardan keçirlər. Yəni, yalnız əməliyyat nahiyəsini müayinə elətdirirlər və bununla kifayətlənirlər. Nəzərə alaq ki, onkoloji problem bütün orqanizmin problemidir. Yəni, o sadəcə süd vəzi ilə məhdudlaşmır. Qanla, limfa yolu ilə digər orqanlara yayıla bildiyinə görə onkoloqunuzun tövsiyə elədiyi, şişinizin aqressivliyinə uyğun olan hədəfə yönəlik orqanları mütləq vaxtında, bu 3 aydan bir ola bilər, 6 aydan bir, ildə bir dəfə kontrollarınızı keçin. Özəlliklə hormon pozitiv xəstədə, əgər biz bir dərmanı 5 il içməyi tövsiyə ediriksə, çox xahiş edirəm, 2 il sonra bunu kəsməyin, öz başına müalicəni dayandırmayın. Bundan əlavə çəkinizə, boyunuzun, belə deyək, çəki indeksinə nəzarət edin hər zaman. Artıq kilo süd vəzi xərçəngi riskini artırır, xəstəliyin təkrarlama riskini artırır. Eyni zamanda fiziki aktivliyinizi qoruyun. Gündə 1 saat, həftədə 3 dəfə ən azı bunu öz həyat tərzinizə çevirin. Mən əməliyyat olmuşam, artıq mənə idman olmaz və s. yanlış fikirdir. Fiziki aktivliyinizi, yüngül yoga, pilates hərəkətləri ilə öz sağlamlığınızı və gözəlliyinizi qoruyun. Gənc xanımlar süd vəzi xərçəngi tamamilə aradan qalxdıqdan sonra ailə həyatı normal davam edib hamilə qala bilər. Yəni, bəzən xəstələr elə düşünür ki, mən bir onkoloji diaqnozla mübarizə apardım, artıq mənim üçün həyat bitib, elə deyil. Kifayət qədər xəstə sayları var ki, bugün xərçəngdən tam qalib gəlib və normal işini, gücünü, həyatını davam edir. Ona görə də siz daha güclüsünüz, xərçəng əsla sizdən güclü deyil, özünüzü qoruyun. Təşəkkürlər doktor. Belə gülərüz həkimlərimizi görəndə bizim üçün də gözəl keçir verilmişlər. Təşəkkür edirəm, çox sağ olun. Təşəkkür edirik. Təkrar yada salmaq istərdim edim sizlər üçün ki, bugünkü qonağımız Ege Hospitalının onkoloqu Pərvanə Rüstəmova idi. Bir daha təşəkkür edirik sizə. Çox sağ olun, minnətdaram. Əziz tamaşaçılarımız, bir verilişin daha sonuna gəldik. Səhhətimiz verilişinə tək Ayırba TV ekranlarından yox, həm də sosial media hesablarından baxa bilərsiniz, oradan bizi izləyə bilərsiniz və suallarınızı şərhlər bölməsində qeyd edə bilərsiniz. Səhhətimiz sağlam gələcəyin təminatıdır. Gələn görüşlərə dək.